xüsusi ilə də artıq yağıntı parametrlərini biz diqqətlə izləyəndə görürük ki, mart ayının artıq 30 və 31-də Qafqazın cənubu Azərbaycan arasında atmosfer təzyiqinin yenidən xüsusilə də Azərbaycanın şimal-qərb, şimal-şərq rayonlarında aşağı enməsi gözlənilir. Yəni həm troposferin orta qatlarında, həm də troposferin aşağı qatlarında atmosfer təzyiqində azalma fonunda yağıntıların Azərbaycanın şimal və qərb rayonlarında yenidən qısa müddətli leysan xarakterli olması ehtimalı var. Bu proses nəticəsində xüsusi ilə də mart ayının 30-u artıq günün birinci yarısından başlayaraq əvvəlcə Naxçıvan ərazisində və Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Mingəçevir, Gölcük, Gönabəy ərazilərində, eyni zamanda Kiçik Qafqazın Daşkəsən, Gədəbəy, Kəlbəcər, Şuşa, Laçın, Xankəndi, Zəngəzur, Zəngilan ərazisində, eyni zamanda və bu prosesin sonraki inkişafı nəticəsində artıq mart ayının 30-u axşama doğru və martın 31-i gün ərzində bu prosesin artıq Böyük Qafqaz ərazisində, yəni Böyük Qafqazın Balakən, Zaqatala, Şəki, Qax, Oğuz, Qəbələ, İsmail, Şamaxı, Xızı, Quba, Qusarı, Xaçmaz, eyni zamanda Dağlıq Şirvan ərazisində yenidən havada burululuğun artması, arabir yağış yağması, yağıntıların lokal xarakterli, intensiv leysan şəklində müşahidə edilməsi, dolu yağması, şimşək çaxması ehtimalı var. Hazırda artıq 2026-cı ilin yaz-yay gürsüzlük dövrünə doğru yaxınlaşırıq. Bu dövrdə xüsusilə də Böyük Qafqazın və Kiçik Qafqazın yüksək dağlıq ərazilərində yığılmış qarın artıq əriməyə başlaması müşahidə edilir faktiki olaraq və bu əriyən qar suları ilə qarışan leysan xarakterli yağışların sularının xüsusilə də çaylarda sululuğun kəskin artmasına səbəb olması gözlənir. Bu proses şirin suyun artması mənasında müsbət amil olsa da, lakin çay yataqlarına yaxın olan xüsusilə də təsərrüfat sahələrində ziyan dəyməsi ehtimalı var, bəzi tikililərin zərər görməsi ehtimalı var və bu yağıntıların bəzi hallarda isə lokal xarakterli şiddətli yağması gözlənir ki, bu da xüsusilə də əvvəlki günlərdə Böyük Qafqazın şimal-şərqində Quba, Qusar, Xaçmaz, Xızı, Siyəsən, Dağlıq Şirvan arasındakı çay yataqlarına yaxın olan ərazilərdə su basmaya məruz qalan yaşayış məntəqələrində yenidən su basmanın təkrarlanması ehtimalı var. Bugünkü dəlillərə əsasən bu sistemin Bakıya daxil olması ehtimalı mart ayının 31-i günün ikinci yarısında bu buludların bəzi qollarının Bakı ətrafına daxil olması nəticəsində mart ayının 31-i gün ərzində Bakıda qısa müddətli yağış yağması, şimşək çaxması ehtimalı var.